Salam, bugün 5 iyul 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə istifadə olunan test tapşırıqlarının izahına baxırıq. Birinci sualına başlayaq. Verilmiş cəmin 6-ya bölünməsinə alınan qalığı tapılmasını istəyir. Uşaqlar, 1 faktorial 1-ə bərabərdir, 2 faktorial 1 vur 2, 3 faktorial 1, 2, 3 ədədlərin hasilinə bərabərdir. 10 faktorial 1-dən 10-a kimi ədədlərin hasilinə bərabərdir. 3 faktorialdan etibarən digər toplananların hər birinin daxilində 2 və 3 vuruqları var. 2 və 3 vuruqlar varsa, deməli həmin cəm 6-ya qalıqsız bölünür. Qalıq 0-a bərabərdir. Geridə qaldı 1 üstəgəl 2, cəm oldu 3. 3 ədədinin 6-ya bölünməsindən alınan qalıq 3-ə bərabərdir. Keçir ikinci suala. Verilmiş bərabərsizliyin həll edilməsini istəyir. Verilmiş bərabərsizliyin sağ tərəfində olan ifadəni keçirəm sol tərəfinə. Olacaq 2x çıxılsın 7 üstəgəl 16 bölünsün 2x üstəgəl 1. Kiçik bərabər 0. Orta məxrəc 2x üstəgəl 1. 2x üstəgəl 1-i vuracam 2x çıxılsın 7 üstəgəl 16 kiçik bərabər 0. Vurub atsaq olacaq 4x kvadrat çıxılsın 14x üstəgəl 2x çıxılsın 7 üstəgəl 16. Məxrəcdə 2x üstəgəl 1 kiçik bərabər 0. Olacaq 4x kvadrat çıxılsın 12x üstəgəl 9. Məxrəcdə 2x üstəgəl 1 kiçik bərabər 0. Surət bir müxtəsər vurma düsturuna bərabərdir. 2x çıxılsın 3-ün kvadratına bərabərdir. Məxrəc 2x üstəgəl 1 kiçik bərabər 0. Demək, kökləri tapsaq 2x çıxılsın 3 bərabərdir 0, x bərabərdir 2-də 3-ə. Bir də şu ola, biz bilirik ki, məxrəc 0 ola bilməz. Yəni 2x üstəgəl 1 fərqlidir 0-dan. X da fərqlidir mənfi 2-də 1-dən. İnterval üstə həll etsək, deməli, mənfi 2-də 1, digər kökü də 2-də 3. Uşaqlar, biz bilirik ki, bərabərsizliyin əgər deməli dərəcəsi cüt dərəcədirsə, işarə təkrarlanır. İndi 2-də 3-dən böyük qiymət qoysaq müsbət yenə təkrarlanmalıdır. Yəni verilmiş nöqtənin sağı solu eyni işarə olmalıdır. Sonra mənfi. Bizə nə lazımdır? Mənfilər, çünki kiçikdir bərabər 0 yazılıb. Yazırıq ki, mənfi sonsuzluqdan, mənfi olan isə mənfi sonsuzluqdan mənfi 2-də 1, bir də ki, uşaqlar 2-də 3 qiymətində alır. Cavab olacaq B variantı. Üçüncü suala baxırıq. Verilmiş kompleks ədədlərin hasilinin tapılmasını istəyir. 1 çıxılsın 5i vurulsun 2 üstəgəl 3i. İndi vurub açaq 2 üstəgəl 3i çıxılsın 10i çıxılsın 15i kvadratı. Uşaqlar, i kvadratı mənfi 1-ə bərabərdir. Gətir burada i kvadratının yerinə mənfi 1 yazsaq, olacaq belə. 2 üstəgəl 3i çıxılsın 10i olacaq mənfi 7i. Mənfi 15-i də mənfi 1-ə vuranda olacaq müsbət 15. 2 üstəgəl 15 olacaq 17 çıxılsın 7i. Cavab oldu D variantı. Dördüncü suala baxırıq. Verilmiş tənin həll edilməsini istəyir. Loqaritmanın əsas xassəsini istifadə edərək bərabərliyin sağ tərəfindəki ifadənin loqaritma 3 əsasdan 2-yə bərabər olduğunu tapdıq. 8 də yazıram 2 üstü 3. Bu 3 də olduğu kimi keçəcək qarşı. 3 vurulsun loqaritma 2x çıxılsın 1 əsasdan 2 bərabərdir loqaritma 3 əsasdan 2. Uşaqlar, burada 3 tərs formada keçəcək 2x çıxılsın 1-in qüvvətinə, yəni 3-də 1 şəklində. Loqaritma 6 ifadə hər ikisinin eynidir. O zaman loqaritmanın əsasları da eyni olmalıdır. Yəni 2x çıxılsın 1-in üstü 3-də 1 bərabərdir 3-ə. O zaman 2x çıxılsın 1 bərabərdir 3 üstü 3-ə. 2x çıxılsın 1 bərabərdir 27-yə. 2x bərabərdir 28-ə. X olacaq 14. C variantı. 5-ci suala baxırıq. Perimetri 12 cm olan rombun diaqonallarının kvadratları cəmi tapın.
Demək, bizdən istəyir D1-in kvadratı üstəgəl D2-nin kvadratı. Biz də bilirik ki, bu 4A kvadratına bərabərdir. Romun perimetri 12 cm-dirsə, perimetr 4A-ya bərabərdir. 4A 12-dirsə, A bərabərdir 3. Gətirib A-nın yerinə 3 yazsaq, 4 vurulsun 3-ün kvadratı. Yəni 4 vurulsun 9 olacaq 36. 6-cı suala baxırıq. Deyir ki, A, B, C və D nöqtələri yazıldığı ardıcıllıqla düz xətt üzərində qeyd olunub. Düz xətt var. Üzərində A, B, C, D nöqtələri qeyd olunub. Deyir, AD-nin uzunluğu 81 cm, CD-nin uzunluğu 36, AB 39 cm olarsa, BC parçasının uzunluğunu tapın. Şöyle burada AB, BC, CD-nin cəmi ilə AD-nin cəminə bərabərdir. Yəni 39 üstəgəl x üstəgəl 36 bərabərdir 81. 39 üstəgəl 36 olacaq 75 üstəgəl x bərabərdir 81. X də bərabərdir 6. Cavab oldu E variantı. 7-ci suala baxırıq. Radiusu 4 cm olan kürənin daxilinə bərabər tərəfli silindr çəkilmişdir. Gəlin çəkək. Kürə var. Kürənin daxilinə bərabər tərəfli silindr çəkib və kürənin radiusu uşaqlar 4 cm-dir. Radius verilmiş mərkəzdən həmin kürəyə qədər olan məsafədir. Daha sonra bərabər tərəfli silindr deyirsə, o zaman verilmiş hündürlük elə 2-dən radiusa bərabərdir. Və 2 yer yazıram. Fikir verin, bura bir üçbucaq kimi baxsaq, bərabər yanı düzbucaqlı üçbucaq alınır. O zaman hipotenuz, yəni 8 A kök altının 2-yə bərabərdir. A kök altının 2 8-dirsə, A-nı tapmaq üçün 8-i bölürəm kök altının 2-yə. Olacaq 4 kök altının 2-yə. Biz də şu olar tərəflərə də o zaman A deyirik. Əgər A 4 kök altında 2-dirsə, o zaman A da 2 yerə bərabərdir. 2 yer 4 kök altında 2-dir. Radius tapırıq 2 kök altında 2. O zaman hündürlük 2 qatına bərabərdir. 4 kök altında 2. İndi bizə şərtdə nə istəyir? Deyir, kürənin səthinin sahəsi silindrin tam səthinin sahəsindən nə qədər böyükdür? Kürənin səthinin sahəsindən biz silindrin səthinin tam səthinin sahəsini çıxırıq. Kürənin səthinin sahəsi 4πr kvadratıdır. Silindrin tam səthinin sahəsi 2πr r üstəgəl h-a bərabərdir. İndi verilmiş kürənin radiusu 4-ə bərabərdir. Silindrin radiusu isə uşaqlar 2 kök altının 2-dir. 2 kök altı 2 üstəgəl h, yəni 4 kök altının 2. Burada cəm oldu 6 kök altında 2. Gəlin indi hesablayaq. Deməli olacaq 64π çıxılsın 48π. Nəticə olacaq 16π. E variantı. 8-ə baxırıq. Deməli verilmiş ayın ədəd silsiləsində A1 3, A7 -9 olarsa, bu silsilənin AN bərabərdir -27 olan həddin nömrəsini tapın. Həddin nömrəsini istəyirsə, yəni N istəyir bizdən. Uşaqlar, AN-in düsturu var. AN bərabərdir A1 üstəgəl N çıxılsın 1 vurulsun D. İndi AN-in qiyməti -27 bərabərdir A1 3 üstəgəl N çıxılsın 1. Mən elə N axtarıram. Vurulsun D. Bəs D-ni necə taparam? D də bərabərdir. Mənəmdə A7 və A1 var. Onlardan istifadə etməliyəm. A7 çıxılsın A1 bölünsün 7 çıx 1. -9 çıxılsın 3 olacaq -12 bölünsün 6. Nəticə olacaq -2. İndi uşaqlar, verilmiş 3-ü keçirirəm. Sol tərəfə o zaman işarə dəyişəcək. -27 çıx 3 bərabərdir. -2 vurulsun N çıx 1. -30 bərabərdir. -2 vurulsun N çıx 1. N çıx 1 bərabərdir. -30-u -2-yə bölürəm. Olur 15. N də bərabərdir 16. D variantı. 9-a baxırıq. Deyir, üçbucaqlı piramidanın yan tillərinin uzunluqları kök altında 2, kök altı 3 və 3 kök altı 6 olub qarşılıqlı perpendikulyardır. Verilmiş piramidanın həcmin tapılmasını istəyir. Şunlar verilmiş
yan deməli ki, tillərin uzunluqları qarşılıqlı perpendikulyardırsa, burada konkret həcm tapılması üçün düstur var. Altta 1, deməli A, B, C. Gəlin hesablayaq. Altta 1 vurulsun, kök altı 2 vurulsun, kök altı 3 vurulsun, 3 kök altında 6. Kök altına 2-ni kök altı 3'ə varanda kök altı 6, kök altı 6, kök 6'ya varanda 6. Bunlar ixtisar getdi, nəticə 3-ə bərabərdir. Ona baxırıq. Demək uşaqlar, biz burada sərhədlərin yerini dəyişdirsə, işarə dəyişəcək. Yəni, bura 1, bura 4 olsa, bura müsbət olacaq. İndi gəlin baxaq, bir də hər tərəfi bunun kvadratu yüksəldək. Demək, 1-dən 4-ə x-in kvadratı, sinus kvadratı 4x dx, üstəgəl 1-dən 4-ə x-in kvadratı, kosinus kvadratı 4x dx bərabərdir. Sərhədlər eynidirsə, mən eyni sərhəddən yaza bilərəm. 1-dən 4-ə, deməli, x-in kvadratı, sinus kvadratı 4x, üstəgəl, x-in kvadratı, kosinus kvadratı 4x və dx. İndi uşaqlar, hər iki toplananda ortaq x-in kvadratı var. 1-dən 4-ə x-in kvadratını qarşıya çıxartsaq, yerdə qaldı sinus kvadratı 4x, üstəgəl, kosinus kvadratı 4x dx. Biz də bilirik ki, sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa 1-ə bərabərdir. Yəni, bu cəm 1-ə bərabərdir. Görək nəticə nəyə bərabərdir? 1-dən 4-ə x-in kvadratı dx. X-in kvadratının integralı x üstü 3 bölünsün 3-dür. Sərhəddə deməli 1-dən 4-dür. X-in yerine bir dəfə 4 qoyacam, bir dəfə 1 qoyacam. Olacaq 3-də 4-ün kubu çıxılsın 3-də 1-in kubu. 3-də 64 çıxılsın 3-də 1. Olacaq 3-də 63, yəni 21. Cavab oldu A variantı. 11-ə baxırıq. Verilmiş təninin kökləri çoxluğu 1, 2, 3, K və M üstəgəl P 2 olarsa K-nı tapın. Uşaqlar, birinci təninin köklərin x1, x2, ikinci təninin köklərin x3, x4-dən işarə edir. Biz bilirik ki, Viet teoreminə əsasən təninin kökləri cəmi əks işarə ilə ortadakı həddə, deməli, x3 və x4-ün də cəmi mənfi p-yə bərabərdir. Bunları tərəf-tərəfə toplasaq, x1, x2, x3, x4-ün cəmi mənfi m üstəgəl mənfi p. Mənfini qarşıya çıxartsaq, m üstəgəl p-yə bərabərdir. İndi uşaqlar, burada x1 1-dir, x2 2-dir, x3 3-dür, x4 k-dır. Gətirib yerinə yazsaq, 1 üstəgəl 2 üstəgəl 3 üstəgəl k bərabərdir mənfi m üstəgəl p-nin 2 olduğunu bilirəm. Olacaq 6 üstəgəl k bərabərdir mənfi 2, k da bərabərdir mənfi 8, A variantı. 12-yə baxaq. A nöqtəsindən radiusu 4 sm olan çevrəyə AB toxunanı və çevrənin mərkəzindən keçən AC kəsən çəkilmişdir. A bucaq 30 dərəcə olarsa, AC parçası uzunluğunu tapın deyir. Yəni uşaqlar, radiusla toxunan 90 dərəcə bucağa əmələ gətirir və radius 4-dür. Radiusları qeyd edirəm. Baxıram ki, ABO düzbucaqlı üçbucaqdır. 30 dərəcə qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Hipotenuz da 90 dərəcə qarşısında duran tərəfdir. Yəni AO. O zaman AO'nun uzunluğu olmalıdır 8. Bu hissəyə qaldı 4. Bizdən nə istəyir? AC parçasının uzunluğu istəyir. AC parçanın uzunluğu 4 üstəgəl 4 üstəgəl 4. Yəni 3-dən 4 12-yə bərabərdir. 13-ə baxırıq. Verilmiş ifadənin sadələşdirməsini istəyir. Demək uşaqlar, əgər verilmiş kökaltı ifadədə deməli bu cür dərəcələr gedəcək, amma modul formasından çıxacaq. A çıxılsın 1. Tək dərəcədirsə heç bir problem yoxdur olduğu kimi. İndi gələk əsas məqam bax 3-cüdür. 3-cüdə uşaqlar, deməli yadımıza salaq hesabi kvadrat kökdən. 2n dərəcədən A üstü 2n. O zaman A-ya bərabər olur ki, A-nın qiyməti 0-dan böyük bərabərdə olsun. Deməli, o zaman öz formada çıxar ki,
sıfırdan böyük bərabər olsun. İndi gəlin bu bərabərliyi hesablayaq. Mənfi 2a böyük bərabərdir mənfi 1. 2a kiçik bərabərdir 1. A kiçik bərabərdir 2-də 1. Deməli, gəlin yerinə yazaq olduğu kimi. Modulda mən a-nın qiymətini nəzərə alacağam. A-nın yerinə 2-də 1 qoyanda, 2-də 1-dən 1 çıxanda mənfi. Əgər mənfi alınırsa, qarşısına mənfini atıram. A çıx 1, üstəgəl 4a çıx 3a çıxılsın 4, üstəgəl 1 çıxılsın 2a. İndi gəl bunu hesablayaq. Mənfi a üstəgəl 1, üstəgəl 3a çıx 4, üstəgəl 1 çıx 2a. Mənfi a üstəgəl 3a olur 2a. 2a'dan 2a çıxanda oldu 0, bu getdi. Daha sonra 1 çıxılsın 4, mənfi 3, mənfi 3 üstəgəl 1, mənfi 2. Cavab oldu C variantı. 14-cü suala baxırıq. Verilmiş ədədin sadə vurğularının sayı 12 olarsa, m-in ala biləcəyi qiymətlərin cəmini tapın. M və n natural qiymət almalıdır. İndi uşaqlar a bərabərdir. 4-ü yazıram 2 üstü 2, qüvvəti 2n vurulsun. 9-u yazıram 3 üstü 2, üstü m. İndi hesablayaq. 2 üstü 4n vurulsun 3 üstü 2n. 2m. İndi sadə vurğuların sayı deyir 12-dir. Sadə vurğuların sayı uşaqlar qüvvətlərin cəminə bərabər. Yəni 4n üstəgəl 2m bərabərdir 12. Hər tərəfi 2-yə bölsək, n üstəgəl 2n üstəgəl m bərabərdir 6. İndi uşaqlar n-in yerinə 1 qoysaq, m olacaq 4. N-in yerinə 2 qoysaq, m olacaq 2. Daha sonra n-in yerinə 3 qoysaq, m olacaq 0. Bu ola bilməz. Çünki m-də n-də natural qiymət almalıdır. Bizə deyir m-lərin cəmini tapın. M-lərin cəmi də 6-ya bərabərdir. Cavab oldu D variantı. İndi 15-ci suala baxırıq. Verilmiş trigonometri təninin hesablanmasını istəyir. Kosinus x bərabərdir mənfi kök altına 3 bölünsün 2. X bərabərdir uşaqlar mənfi müsbət. Əgər mənfidirsə pi çıxılsın. Kök altına 3 bölünsün 2-ni. Kosinus 30 dərəcədə alır. 30 dərəcədə pi bölünsün 6-ya bərabərdir. Üstəgəl 2 pi k. Hesablasaq olacaq 6-da 5 pi üstəgəl 2 pi k. Cavab oldu D variantı. 16-ya baxaq. Verilmiş funksiyanın mənfi 3, mənfi 1 parçasında ən kiçik qiymətini tapın. Deməli, biz bunun ilk öncə böhran nöqtələrini tapmalıyıq. Yəni, törəməsini tapıb sıfıra bərabərləşdirməliyik. Verilmiş funksiyanın törəməsi bərabərdir. Mənfi 6-da 1 vurulsun 3x-in kvadratı çıxılsın 2-də 1 vurulsun 2x. Yəni, funksiyanın törəməsi mənfi 2-də 1 x kvadrat çıxılsın x-a bərabərdir. İndi bu ifadənin qiymətini sıfıra bərabərləşdirib böhran nöqtələrini tapaq. Mənfi 2-də 1 x kvadrat çıxılsın x bərabər 0. X-i qarşıya çıxartsaq və yaxud da mənfi x-i qarşıya çıxardaq. Olacaq 2-də 1 x üstəgəl 1 bərabər 0. Mənfi x bərabər 0, x bərabərdir 0. Digərdə 2-də 1 x üstəgəl 1 bərabər 0, 2-də 1x bərabərdir, 1-i keçirirəm. Sağ tərəf olacaq mənfi 1, x da bərabərdir, mənfi 2. Verilmiş parçaya düşən qiymət uşaqlar mənfi 2-dir. Bu parçaya düşən qiyməti. İndi gətirib verilmiş funksiyada x-in yerinə bir dəfə mənfi 3, mənfi 2 və mənfi 1 qiymətlərini qoyub ən kiçik qiyməti tapırıq. Deməli, mənfi 3-ü qoysaq, olacaq mənfi 6-da 1 vurulsun. Mənfi 3-ün kubu mənfi 27 çıxılsın, 2-də 1 vurulsun. Mənfi 3-ün kvadratı 9, üstəgəl 11 tam 3-də 2. Gəlin bunu hesablayaq. 6 və 27 ixtisar gedir, hər ikisi 3-ə bölünür. Olacaq 2-də 9. Gəlin hesablayaq. Hər ikisi mənfi olduğu üçün nəticə müsbət 2-də 9 çıxılsın, 2-də 9 üstəgəl 11 tam 3-də 2. Bunlar islah olundu. Nəticə 11 tam 3-də 2-yə bərabərdir. Daha sonra f mənfi 2-ni hesablayaq. Mənfi 6-da 1 vurulsun. Mənfi 2-nin kubu, yəni mənfi 8 çıxılsın, 2-də 1 vurulsun. Mənfi 2-nin kvadratı 4 üstəgəl 11 tam 3-də 2. 2 mənfinin hasili 2-yə bölün birinci. 2-yə ixtisar gedir daha doğrusu. 3-də 4. Olacaq müsbət 3-də 4.
çıxılsın 2-də 4 üstə gəl 11 tam 3-də 2. İndi uşaqlar, gəlin deməli 4-ü 2-yə böləndə 2 eləyir. Nəticə olacaq deməli 3-də -2 üstə gəl 11 tam 3-də 2. Nəticə olacaq 11. Daha sonra f-1 hesablayaq. -6-da 1 vurulsun. -1-in kubu -1 çıxılsın. 2-də 1 vurulsun. -1-in kvadratı müsbət 1 üstə gəl 11 tam 3-də 2. Cavab olacaq 6-da 1 çıxılsın. 2-də 1 üstə gəl 3-də 35. Orta məxrəc uşaqlar 6-dır. 6-da 1 çıxılsın. 6-da 3 üstə gəl 6-da 70. Cavab olacaq 6-da -2-nin üstə 70 gələndə 68. Hər ikisi də 2-yə bölünür. 3-də 34. Olacaq 11 tam 3-də 2. İndi baxaq görək içərisində ən kiçik olan hansıdır? Ən kiçik olan 11-dir. Cavab oldu E variantı. 17-yə baxırıq. Verilmiş deməli fx bərabərdir kx plus b, jx bərabərdir x-in kvadrat çıxılsın 9 bölünsün x funksiyaları üçün. Limit x sonsuzluğa yaxınlaşanda bu funksiyaların fərqi bərabərdir 6 olarsa k və b parametrlərinin qiymətləri cəmi tapın. İndi gəlin bu verilmiş funksiyalar bir-birindən çıxaq. Kx üstə gəl b çıxılsın. X-in kvadratı çıxılsın 9 bölünsün x bərabərdir 6. Gəlin bu ifadəni sadələşdirək. Olacaq x-da kx kvadrat üstə gəl bx çıxılsın x-in kvadratı qarşısında mənfi olduğu üçün müsbət 9. Limit x sonsuzluğa yaxınlaşanda bərabərdir 6. İndi uşaqlar, baxaq indi burada gəlin birinci qruplaşdıraq, sonra mən deyəcəm. Olacaq limit x sonsuzluğa yaxınlaşanda x-in kvadratını qarşıya çıxarsa olacaq k çıx 1 üstə gəl bx üstə gəl 9 bölünsün x bərabərdir 6. Baxıram ki, verilmiş surətin qüvvəti əgər x-in kvadratını söhbət gedirsə, məxrəcdən böyükdür. Əgər biz buradan x-in kvadratını nəzərə alsaydıq, nəticə sonsuzluğa bərabər olacaqdı. Amma mən baxıram ki, mənim nəticəm bir ədədə bərabərdir 6-ya. O zaman burada x-in kvadratı iştirak etmir. Ona görə əmsalı, yəni k çıx 1 bərabər 0-dır. Buradan tapıram ki, k bərabərdir 1. Deməli, baxaq bura. Burada verilmiş əmsal b x-ı x-a böləndə 6 alınıb. O zaman buradan tapıram ki, b bərabərdir 6. K və b parametrlərinin cəmi isə 7-yə bərabərdir. Daha sonra 18-ci suala baxırıq. Verilmiş tənqlər sistemindən 1/m üstə gəl 1/n cəmi tapın. İndi uşaqlar, bu ifadənin qiyməti orta məxrəc m-dir. M-in ifadəsini m-ə böləndə n, m-in ifadəsini n-ə böləndə m. M-in hasilini bilirəm 4-dür, m-in cəmində 16-dır. 16-nı 4-ə böləndə cavab oldu 4. 19-a baxırıq. Deyir ki, A ədədi B ədədin 40%-dir. A ədədi 3m çıxılsın 5/n bərabərdir. B ədədi, yəni 5m üstə gəl 10/n-in 40%. 40% uşaqlar %40-a bərabərdir. İxtisar aparsaq 5-də 2-yə bərabərdir. 3m çıxılsın 5/n bərabərdir. 5m üstə gəl 10/n vurulsun 5-də 2. İndi uşaqlar, gəlin bu sağ tərəf vurub açaq. 5m-i 5-də 2-yə vuranda olacaq 2m. N-də 10-u 5-də 2-yə vuranda olacaq uşaqlar. Burada 5 ilə 10 ixtisar gedəcək, qalacaq 2. 2-ni 2-yə vuranda 4/n. Bərabərdir 3m çıxılsın 5/n. İndi m-lər bir tərəfə, n-lər bir tərəfə keçirək. 2m-i sol tərəfə, mənfi 5/n-i sağ tərəfə keçirdirəm. Olacaq 3m çıxılsın 2m bərabərdir. N-də 5 üstə gəl, n-də 4. M bərabərdir
n-də 9. Bizə şərtdə deyir ki, m-in hasilini tapın. Uşaqlar, bu ifadədən tapıram ki, m-in hasili 9-a bərabərdir. Cavab oldu A variantı. Daha sonra 20-ci suala baxırıq. Verilmiş fiqurda AB tərəfinin uzunluğu 16, BY 7, CD 9. Daha sonra deyir CD AB-yə paraleldir. Daha sonra YD AC-yə paraleldir. Biz də bilirik ki, paralel düz xəttlər arasında qalan çarpaz bucaqlar bir-birinə bərabərdir. YD ilə AC bir-birinə paraleldir. O zaman uşaqlar bir Z qaydasına görə əgər mən bura alfa desəm, o zaman burada alfadır. Çarpaz bucaqlara görə. Daha sonra başqa bir rəngə çevirim. AB tərəfi ilə də CD tərəfi bir-birinə paraleldir. O zaman mən bura beta desəm, Z qaydasına görə C bucağı da betadır. O zaman avtomatik bura qamma, burada qammadır. Gəlin hesablayaq. İndi uşaqlar, alfanın qarşısında duran 9-un, burada alfanın qarşısında duran 16-ya nisbəti bərabərdir. Bizdən bu arada CY parçasının uzunluğunu soruşur. Daha sonra bizdə qammanın qarşısında duran x-in, burada qammanın qarşısında durub 7 üstəgəl x. Çarpaz vursaq, 16x bərabərdir, 9 vurulsun, 7 üstəgəl x. Vurub açsaq, 16x bərabərdir, 63 üstəgəl 9x. 9x-i keçirsəm sol tərəfə, 16x-dan 9x çıxanda qalacaq 7x bərabərdir, 63, x-la bərabər 9. Bizdən C-yə də bir də x demişdi, x oldu misalın cavabı. 21-ə baxırıq. ABC 3 bucağında C bucağı 90 dərəcə, AD və DB ona bərabərdir, AY 12 və EC 4 olarsa, DY-nin uzunluğu tapın. İndi uşaqlar, ABC 3 bucağı düz bucaqlı 3 bucaqdır. Biz düz bucaqlı 3 bucaqda bilirik ki, katetlərin kvadratları cəmi hipotenuzla bərabərdir. Yəni, AC-nin kvadrat üstəgəl BC-nin kvadratı bərabərdir AB-nin kvadratına. AC tərəfin uzunluğu 16-nın kvadratı üstəgəl BC bilmirəm, bir dənə x olsun, bərabərdir AB-nin uzunluğu da 20-dir. Buradan tapırıq ki, x-in kvadratını tapmaq üçün 20-in kvadratı 400-dən çıxıram 16-nın kvadratı, yəni 256-nı. X-in kvadratı 144, x da bərabərdir 12. Daha sonra mən nə edə bilərəm? İndi uşaqlar, biz burada BC tərəfinə paralel olan bir dənə orta xətt çəkirik. Orta xətt nə idi? Verilmiş tərəfin ortasını birləşdirən və qarşı tərəfə paralel olan bir düz xətt parçası. Bura bir dənə özümdən bir K deyirəm. DK orta xəttdir. Deməli, həmçində AC tərəfinin də ortasını birləşdirməlidir. AC tərəfinin uzunluğu 16-dırsa, deməli DK 8 bölünməlidir. Bura 8, o zaman bura qalır 4. Çünki bu hissədə 8 olmalıdır. İndi uşaqlar, burada bir düz bucağı, uç bucağı mən gəlir. 10 var, 8 var. 10-un kvadratı 100-dən, 8-in kvadratı 64-ə çıxsaq, qalacaq 36. 36-dan da kök 6 çıxır. Artıq mən buradan D-yi olsun bir dənə Y. Çünki mən X-i BC demişdim. Y-in tapmaq üçün yenə bir düzbucaq, üçbucaq Pifagor teoremini tətbiq etsək, 6-nın kvadratı üstəgəl 4-ün kvadratı bərabər Y-in kvadratı. 36 üstəgəl 16 bərabər Y-in kvadratına. Y-in kvadratı bərabərdir 52, Y də bərabər 2, kök altında 13. Cavab oldu A variantı. Daha sonra 22-ci suala baxırıq. Bərabər tərəfli üçbucağın sahəsi olar konkret olaraq A kvadrat kök 3 bölünsün 4-ə bərabərdir. Biz buradan deməli kök 3-lər ixtisar getdi. A kvadrat bölünsün 4 bərabər 2-də 1. 2A kvadrat 4-ə bərabərdirsə A kvadrat 2-dir. O zaman A kök altına 2-dir. Bizə deyir tərəfini tap. Yəni A-nı tap, kök altına 2. Cavab oldu D variantı. 23-ə baxırıq. Deyir M-in hansı qiymətində kosinüs üstü 4 alfa üstəgəl 4-də 1 sinüs kvadratı pi üstəgəl 2 alfa bərabərdir.
Kosinus üstü m çıxılsın 1 alfa bərabərliyi eynidir. Deməli uşaqlar, burada çevirmə üsulunu tətbiq etsək, pi üstə gəl 2 alfa. Biz burada demək adını dəyişmir, işarəyə baxırıq. Onsa kvadrat olduğu üçün müsbət olacaq. Olacaq kosinus üstü 4 alfa üstə gəl 4-də 1 sinusun kvadratı 2 alfa bərabərdir kosinus üstü m çıx 1 alfa. Uşaqlar, sinusun kvadratı 2 alfa bərabərdir. Biz ilk öncə bunu deyim. Sinus 2 alfa bərabərdir 2 sinus alfa kosinus alfa. Bu ifadəni indi kvadrat yüksətsək, olacaq 4 sinus kvadratı alfa vurulsun kosinus kvadratı alfa. Gəlin indi hesablayaq. Bura həmin ifadəni yazsam. 4 sinus kvadratı alfa kosinus kvadratı alfa. 4 ilə 4-də bir ixtisar getdi. Qalacaq nə? Kosinus üstü 4 alfa üstə gəl sinus kvadratı alfa vurulsun kosinus kvadratı alfa bərabərdir kosinus üstü m çıx 1 alfa. İndi uşaqlar, indi mən buradan kosinus kvadratı alfanı qarşıya çıxartsam, kosinus kvadratı alfa üstə gəl, burada qaldı sinus kvadratı alfa bərabərdir kosinus üstü m çıx 1 alfa. Kosinus kvadratı alfa üstə gəl sinus kvadratı alfa 1-ə bərabərdir. Qalır kosinus üstü 2, yəni kosinus kvadratı alfa bərabər kosinus üstü m çıx 1 alfa. Qüvvətlər bir-birinə bərabərləşdirsə, m çıx 1 bərabər 2-dirsə, m oldu 3. 24-də baxırıq, deyir fx funksiyası azalan funksiya və f15 7 olarsa, f20-nin ala biləcəyi ən böyük tam qiymət tapın. Azalan funksiyadırsa uşaqlar, x1 böyükdürsə x2-dən, o zaman fx1 kiçikdir fx2-dən. Yəni funksiyanın təyin oblastı ən böyük qiymətinə funksiyanın qiymətli oblastının ən kiçik qiyməti uyğundur. Yəni bir-birinə tərs mütənasibdir. İndi bizdə deyir ki, f15 7-dir. f20-nin ala biləcəyi ən böyük tam qiyməti tapın. Mən burada baxıram ki, f15 f20-dən daha kiçikdir. O zaman verilmiş x, yəni bax bu 7 ya da belə yazım. Bura x1 yazım, bura x2 yazım. x1 kiçikdir x2. O zaman fx funksiyasının aldığı qiymət verilmiş fx2-nin aldığı qiymətdən böyük olmalıdır. Yəni 7 böyük olmalıdır 1 y ədədindən. O zaman aldığı qiymətlər, yəni y kiçikdir 7-dən. Mənfi sonsuzluqdan 7-yə kimi aldığı ən maksimal qiymət 6-ya bərabərdir. 25-ə baxırıq. Deyir, müstəvi xaricində olan nöqtədən bu müstəvi onunla 30 dərəcə və 45 dərəcə bucaq əmələ gətirən 2 mail çəkilmişdir. Və bu maillərin oturacaqlar arasındakı məsafənin ala biləcəyi ən kiçik qiymət 8 kökü çıxılsın 8 olarsa, böyük mailin uzunluğunu tapın. Deməli, 2 dənə mail var. Biri 30 dərəcə bucaq əmələ gətirir. Biri 45 dərəcə bucaq əmələ gətirir. O zaman bura 45. Demək olar, bura A desəm, burada A olsa, bura A kök altı 2. Və deyir ki, həmin maillərin oturacaqlar arasındakı məsafə. Yəni uşaqlar, baxın, bu hissəni deyir. 8 kök altının 3 çıxılsın 8 olarsa, böyük mailin. Böyük maildə bu hissəni nəzərdə tutur. 90 dərəcənin qarşısında duran tərəfi, yəni 2A-nı. Demək 2A, bura olacaq 60 dərəcə qarşısında olacaq A kök altında 3. İndi mən 8 kök altında 3 çıxılsın 8 nəyə bərabər? Bütöv A kök altı 3-dən çıxaram A-nı, bərabər eləyirəm 8 kök altı 3 çıxılsın 8. A-nı qarşıya çıxarsam kökü çıxılsın 1, bərabər 8-i qarşıya çıxarsam kökü çıxılsın 1. Bu ixtisar getsə A bərabər 8. Böyük mailin uzunluğu 2A-dır. 2 vur 8. Cavab oldu 16. 26-ya baxırıq. Verilmiş çevrənin tənliyi x-in kvadrat üstə gəl y-in kvadrat çıxılsın 3y bərabər 0 olan dairənin sahəsini tapın. Çevrənin tənliyi olar x çıxılsın
A-nın kvadrat üstəgəl y çıxılsın b-nin kvadratı bərabərdir r-in kvadratı. İndi gəlin baxaq, x-in kvadratı üstəgəl y-in kvadratı. 3y-i belə yazıram mən. 2 vurulsun 1/5 y. Üstəgəl 1/5-in kvadratı bir nöqtəsə vurma üstür əməl gəlsin. 1/5-i mən özüm əlavə etdiyim üçün 1/5-in kvadratından çıxıram. Bərabər 0. Belə olacaq. X-in kvadratı üstəgəl y çıxılsın 1/5-in kvadratı. Mənfi 1/5-i bərabərliyin sağ tərəfinə keçirsəm, olacaq müsbət 2/25. İndi bizdən r-in kvadratını tapıram ki, 2/25-ə bərabərdir. R də oldu 1/5. Verilmiş dairənin sayəsi pi r kvadratıdır. Pi-ni qiymət verib 3 vurulsun 2/25. Yəni olacaq deməli 6/75. 27-yə baxırıq. Deməli, funksiyalar üçün uyğunluğu müəyyən edin yazıb. Deməli, uşaqlar, funksiya artan azalan haqqında danışaq. Deməli, y bərabərdir a üstü x funksiyası. Əgər a-nın qiyməti 1-dən böyük bərabərdirsə, bu artandır. Əgər a-nın qiyməti 0-dan 1 arasındadırsa, bu azalandır. İndi gəlin, baxaq a-ya. Burada nə yazılıb? 3 üstü mənfi x, 3-də 1 üstü x deməkdir. Üstəgəl 3. 3-də 1 də 0-dan 1 arasında yerləşirsə, deməli, bu azalan funksiyadır. Baxıram, deməli, 3 üstü x, 3 1-dən böyükdür. Artan funksiyadır. Daha sonra baxaq. İndi burada həm 3 üstü x var, həm də 3 üstü mənfi x var. Yəni, artıb azalan haqqında nəsə deyə bilmirəm. Burada təklikdən, cütlükdən və ən kiçik qiymətdən söhbət gedir. İndi baxaq, funksiya nə vaxt tək olur, nə vaxt cüt olur. Deməli, f mənfi x bərabərdir mənfi fx-dırsa, bu təkdir. F mənfi x bərabərdir fx-dırsa, bu cüt funksiyadır. İndi gəlin baxaq. X-in yerinə mənfi qiymət qoysaq. Y bərabər 3 üstü mənfi x üstəgəl 3 üstü mənfi x. Yəni 3 üstü mənfi x üstəgəl 3 üstü x. Yəni funksiyanın qiyməti fikir verin, dəyişmədi, mənfi də qoysam belə. Yəni bu cüt funksiyadır. İndi uşaqlar, ən kiçik qiymətinə baxaq. Burada biz Koşi teoremi tətbiq etsək, Koşi teoremi nədir? Fikir verin, 3 üstü x üstəgəl 3-də 1 üstü x. Bunlar bir-birinin tərsi olan ədədlərdir. Koşi teoreminə görə vermiş iki ədədin ədəd ortası həndəsi ortasından böyük bərabərdir. İndi bu ədədləri toplayaq. 3 üstü x üstəgəl 3 üstü mənfi x-in ədəd ortası həndəsi ortasından. Həndəsi ortası da uşaqlar 3 üstü x vurulsun 3 üstü mənfi x oldu 1. 3 üstü x üstəgəl 3 üstü mənfi x bölünsün ki, böyük bərabər 1-dən. Buradan tapıram ki, uşaqlar 3 üstü x üstəgəl 3 üstü mənfi x böyük bərabər 2-dən. Yəni, aldığı ən kiçik qiymət 2-yə bərabərdir. Oldu E variantı həmçinin. İndi gəlirik, çıxırıq deməli situasiyalara. Deyir ki, paragrafda mağazadakı A və B markalı telefonların və printerlərin sayı haqqında məlumat verilmişdir. A markalı telefonun B markalı telefonun 10% ucuz, A markalı printerin B markalı printerdən 20% baha olmağına baxmayaraq, A markalı telefon və printerin qiymətləri cəmi B markalı telefon və printerin qiymətləri cəminə bərabərdir. 28-ci sual deyir ki, paragrafda bütün məlumatlar radiusu 5 olan dairə diaqram vasitəsilə təsvir edilərsə, A markalı telefonlar üçün ayrılan sektorun sahəsi neçə kvadrat santimetr olur? İndi gəlin baxaq. Deməli, bu A olsun, bu B olsun. A markası üçün telefonlar, daha sonra printer. A markasında telefon 16 dənədir. Daha sonra B markasında telefon 20 dənədir. A markasında printer 28'dir. B markasında 16'dır. Bunları cəmləsək, deməli 32 üstəgəl 28
olacaq deməli 60 üstəgəl 20, 80 dənə texnoloji avadanlıq var. Yəni ümumi olan deməli məhsulların sayı 80 dənədir. 80 dənə A markalı telefonlar. A markalı telefonlarda 16-nın 80-də 16 5-də 1. Yəni verilmiş sektorun sayəsinin 5-də 1 hissəsini tapmalıyıq. Sektorun sayəsi də deməli pi r kvadratı pi r kvadratıdır. Pi vurulsun r-in kvadratı 25 vurulsun 5-də 1. Olacaq cavab 5 pi qədər. Daha sonra 29-a baxırıq. A markalı telefon və B markalı printerlərin qiymətləri cəmi 1120 manat olarsa, B markalı printerin qiymətini tapın. İndi A markalı telefon burada deməli yazılıb. A markalı telefonun B markalı telefonun 10% ucuz. Mən bunu qırmızı rəngdən elə burada yazıram. B-yə X desək, A 10% ucuz. Yəni X-dan çıxıram. 0.1x olacaq 0.9x. Daha sonra deyir ki, A markalı printerin B markalı printerdən 20% baha. Deməli, B-yə Y desə, A 20% baha. 1.2y. Daha sonra nə deyir bizə? İndi A markalı telefon 0.9x və B markalı printer, yəni Y qiymətləri cəmi 1120 manatdır. Daha sonra uşaqlar bizə deyir ki, burada şərtdə A markalı telefon və printerin qiymətləri cəmi B markalı telefon və printerin qiymətləri cəminə bərabərdir. A markalı telefon və printerin cəmi 0.9x üstəgəl 1.2y bərabərdir B markalı telefon və printerin cəminə, yəni x üstəgəl y. Biz bu tərkiblər sistemi həll etməliyik. Olacaq belə. 0.9x-i keçirsəm sağ tərəfi, y keçirəm sol tərəfə. Olacaq deməli 0.1x bərabərdir 0.2y. Buradan tapıram ki, x bərabərdir 2y. Gətirib yuxarıda x-in yerinə 2y yazıram. 0.9 vurulsun 2y üstəgəl y bərabərdir 1120. Buradan tapıram ki, 1.8y üstəgəl y bərabərdir 1120. Daha sonra 2.8y bərabərdir 1120. İndi uşaqlar 1120-ni də biz bölürük 2.8-ə. Tapırıq 400. Bizə nə istəyir? B markalı printerin qiymətini tapın. Printerin qiyməti uşaqlar y-ə bərabərdir, yəni 400-ə. İndi gəldik sonuncu 30-cu suala. Bu mağazadan təsadüfi olaraq seçilən iki telefonun eyni markadan olması hadisəsini tapın. İki telefon. Telefon görə nə qədərdir? Telefon burada var. Deməli, 20, 16, 36 dənədən x-in seçirik. Deyir, iki telefonun eyni markadan olması. Yəni, hər ikisi ya A-dan olsun və yaxud da hər ikisi B-dən olsun. Bax, bunu hesablayırıq. Və ya varsa toplamadır, və varsa vurmadır. İndi bunu hesablayaq. 16 faktorial bölünsün 14 faktorial vurulsun 2 faktorial üstəgəl 20 faktorial, 18 faktorial, 2 faktorial, 36 faktorial, 34 faktorial, 2 faktorial. Deməli, 16 faktorial, 14 faktorial vurulsun 15 vur 16 şəklində yaza bilərəm. 14 faktoriallar getdi. 2 ilə 16 ixtisar gedəcək, qalacaq 8. 8-i vuranda 15 olacaq 120. 18 faktorial vurulsun 19 vur 20 şəklində yazsaq. İxtisar aparsaq olacaq 19 vurulsun 10, 190. Burada uşaqlar 34 faktorial vurulsun 35 vur 36. İxtisar aparsaq. Deməli, 2 ilə də 36 ixtisar gedir.
18, 35-i də 18-ə vuranda olacaq 630. Olacaq 630-da 310. İxtisarımızı aparaq. Qaldı belə. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşərik.